Orada kedi kurbağa var Phuket'te. Hala yetişirəm bilirəm. Bir də krokodil də içərisində. Taylandda toyuq var. Danışır da bu. Gedəcəm. Xalar, mən bir gün gedəcəm. Sabah da ola bilər. Bir gün, bir həftə sonra da ola bilər. Şey də deyil. Bildim nədir? Dur. Bildim. Amma mən getməyəcəm. Sən elə bilirsən ki, mən bilmirəm. Bu TikTokda bəlkə ən dünya görüşü kısmı. Hardan sual versən cavab verəcəm. Hardan sual versən cavab verəcəm. Hardan sual versən cavab verəcəm deyə. Ən dünya görüşü kısmı siyasətində birinci yer ola bilər. Hər şeydə mən baxım. Hər şeydə yerin altında üstündə sağdan soldan qıraqdan görəsən düzgə axtarardım. Görəcəyimiz məlumat. TikTok'da maksimum nədir? Söhbətləri başlayırsan. Bilirəm mən nə istəyirəm. Ürəyim gedir. Bir kişi olsun. Çox dünya görüşlü olsun. Hər şeydən sual vermə cavabı bilsin. Və yaxud da o dünyanın bütün ölkələrini gəzsin, mənə məlumatlar versin. Elə ürəyim gedir elə kişi üçün. Bu da yoxdur. Dünyanın bütün ölkələrini gəzsin. Dünya görüşü olsun. Ürəyim gedir də elə kişi üçün də. Var, bəli. Yahan nə qədər ölkə gəzmisiniz? Gəl bizim evə Məscidin Royalından verim yes. Keşke mənim olaydı. Benim dostcumun suallarına cevap verebilirim. Her gidiyorsan, o teknoloji gelmişsən. 6 ölkəyə mən də gəlmişəm. Bir patilərimi açıb göstərib qılmayalım, dua edeyim sənə. Gəl, özüm 2 manat qavərini yeyəndə 15 manatlıq Royal qavərini yeyəm. Xalar, mənim xəyalımdır dünyanın bütün ölkələrini gəzmək. Necə eləyim? Dünyanın bütün ölkələrini gəzmək. Necə eləyim? Hə can, sən haralardasan? Sağsan ümumiyyətlə, həyatdan heç mi var? Əslində heç nədir, bəli, dünyanı gəzmək heç nədir. Yəni, lüks otellərdə qalmasan belə gedib gəzə bilirsən. Mən şəxsən ölkələri gəzə bilmədiyim üçün depressiyadayım. Sən nə depressiyasın? Mən şəxsən pedagog depressiyasındayım. Erkək bir şey axtarır.